Selam. Bugünkü söhbətimizdə biz sizin üçün 2025-ci il Amerika Ürək Assosiasiyasının, yəni AHA-nın reanimasiya təhsili elminə dair hazırladığı ən son təlimatları, belə deyək, dərindən təhlil edəcəyik. Bəli. Bu sənəd ürək-ağciyər reanimasiyası, yəni CPR kimi həyati bacarıqları necə daha yaxşı öyrədə biləcəyimizə dair ən yeni elmi baxışı əks etdirir. Düzdür, çox vacib yeniliklər var. Mənbəyimiz də elə AHA-nın öz rəsmi Circulation jurnalında dərc olunmuş bu təlimatların əsas hissələridir. Hə, yəni mötəbər mənbədir. Əlbəttə. Məqsədimiz nədir? Bu təlimatların sizin üçün ən vacib məqamlarını, əsas yenilikləri və praktiki tövsiyələri aydınlaşdırmaq. Yəni, bu qədər məlumatın içindən həqiqətən nəyin önəmli olduğunu və bu biliklərin həyat qurtarma bacarıqlarının tədrisini necə dəyişə biləcəyini anlamağınıza kömək etdirmək istəyirik. Bəli, məqsədimiz budur. Başlamazdan əvvəl bütün bu təhsil məsələsini bir çərçivəyə salaq. AHA-şın sağalma formulu deyilən bir konsepsiyası var, bilirsinizmi? Hə, o formul maraqlıdır. Öyrədən təhsil və nəhayət öyrənilənlərin yerlərdə, yəni real həyatda tətbiqi. Tamamilə doğru. 3 vacib komponent. Bizim bugünkü söhbətimiz məhz bu formulun ikinci, yəni təhsil hissəsinə fokuslanacaq. Əla. Yaxşı, gəlin başlayaq görək, bu təlimatlar bizə nə deyir? İlk və bəlkə də ən vacib məqamlardan biri tədris zamanı istifadə olunan vasitələrdir, xüsusilə də əks əlaqə cihazları. Hə, o cihazlar. Təlimatlar çox aydın şəkildə deyir ki, istər adi vətəndaşlar, yəni qeyri-peşəkarlar, istərsə də tibb işçiləri CPR öyrənərkən bu cihazlardan istifadə etməlidir. Bu, yəni, çox güclü tövsiyədir və ən yüksək sübut səviyyəsinə əsaslanır, səviyyə A. Bəs niyə bu qədər vacibdir bu cihazlar? Nə işə yarayır tam olaraq? Çox sadə. Onlar təlim alan şəxsə döş qəfəsi sıxılmalarının dərinliyi, tezliyi, hətta sıxılmadan sonra döş qəfəsinin tam açılıb-açılmadığı kimi kritik məqamlar barədə real vaxtda məlumat verir. Təsəvvür edin, siz hərəkəti edirsiniz və cihaz dərhal sizə deyir, biraz daha dərin və ya biraz daha sürətli. Hə, anladım. Yəni, dərhal düzəliş etmə imkanı verir. Bəli, tam olaraq. Bu da bacarıqların daha dəqiq və effektiv mənimsənilməsinə birbaşa kömək edir. Onlarla həqiqətən çoxsaylı tədqiqat bunun faydasını təsdiqləyib. Deməli, necə təcrübə etdiyimiz önəmlidir. Əla. Bəs təlimin nə vaxt və nə qədər olması? Bu barədə nə deyilir? Çünki çoxumuz yəqin ki, bir günlük uzun CPR kursları keçmişik və sonra çoxunu unutmuşuq. Hə, bu çox aktual problemdir. Tamamilə doğru məqama toxundunuz. Bu, bacarıqların unudulması problemidir və təlimatlar buna qarşı iki əsas yanaşma təklif edir. Maraqlıdır hansılardır? Birincisi, əgər ənənəvi, yəni bir neçə saatlıq kütləvi təlimlər keçirilirsə, o zaman mütləq, bax bu vacibdir, müəyyən aralıqlarla qısa təkrar, yəni booster təlimlər olmalıdır. Bu, orta səviyyəli sübutlara əsaslanan güclü bir tövsiyədir, yəni 1B. Yəni bir dəfə öyrən, sonra arada təkrarlamaq lazımdır. Bəli. İkinci yanaşma isə fasiləli tədrisdir, space learning. Bu bəlkə də daha maraqlıdır. Təlimi bir dəfəyə, yəni bir günə yükləmək əvəzinə həftələr və ya aylar üzrə qısa-qısa sessiyalara bölmək deməkdir. Aha, imtahana hazırlaşmaq kimi. Yavaş-yavaş, hissə-hissə. Elədir, bəli. Bütün gecəni əzbərləmək əvəzinə bir neçə həftə ərzində kiçik hissələrlə məlumatı təkrarlamaq kimi. Bacarıqlar da belə daha yaxşı yadda qalır. Xüsusilə uşaq reanimasiyası təlimində bu metodun çox effektiv olduğu və biliklərin uzun müddət yadda qalmasını təmin etdiyi göstərilib. Hətta nəticələrə də təsiri var. Bəli, hətta həftəlik qısa təkrarların körpə ölümü hallarını azaltdığına dair dəlillər var. Düzdür, bir məqam da var ki, çox tez-tez təkrarlar bəzən iştirakçı sayını azalda bilər, amma ümumilikdə bu yanaşma çox perspektivli görünür, yəni məqsədə uyğun hesab edilir. Deməli, təkcə nə öyrətdiyimiz yox, həm də necə və nə zaman öyrətdiyimizdə böyük fərq yaradır. Bəs təcrübə prosesinin özünü daha effektiv etmək üçün yeni metodlar varmı? Var, əlbəttə var. Onlardan biri sürətli dövrəli məqsədyönlü təcrübədir. Qısaca RCDP deyilir. RCDP. Bu nə deməkdir? Biraz açıqlaya bilərsiniz? Gəlin sadələşdirək.
Ənənəvi simulyasiyada adətən bütün ssenari bitir, sonra axırda müzakirə olur, düzdür? Bəli, adətən elə olur. RCDP-də isə fərqlidir. Təlimatçı simulyasiyanı müəyyən kritik anlarda, məsələn bir səhv edildikdə saxlayır. Deyir ki, stop, bax bu addımı belə etməlisən. Təlim alan dərhal həmin addımı düzgün şəkildə təkrarlayır və bacarıq tam oturana qədər bu kiçik dövrələr davam edir. Necə deyim, musiqi alətində çətin bir hissəni məşq etmək kimi düşünün. Hə, maraqlıdır. Yəni səhvi anında düzəltmə imkanı. Bəli, anında əks-əlaqə və təkrarlama. Təlimatlar deyir ki, tibb işçiləri üçün bu metodun istifadəsi nəzərdən keçirilə bilər 3B, CLD, xüsusən də BLS və ALS təlimlərində. Dəstəkləyən dəlillər hələ çox güclü olmasa da, yəni fikirləşməyə dəyər səviyyəsində olsa da, bəzi tədqiqatlar göstərir ki, RCDP ilə təlim alanlar döş qəfəsi sıxılmalarına başlamaq, defibrilyasiya etmək, dərman vermək kimi hərəkətləri daha tez yerinə yetirirlər. Bu çox önəmlidir. Real vəziyyətdə zaman faktoru. Əlbəttə. Amma onu da qeyd edim ki, hələlik bu metodun çox təcrübəli həkimlər və ya qeyri-peşəkarlar üzərindəki təsiri ya da uzunmüddətli nəticələri barədə məlumat azdır. Başa düşdüm, çox maraqlıdır. Həyat qurtarmağı öyrənmək üçün daha interaktiv yollar axtarılır demək, bəs oyunlaşdırma, yəni gamified learning, bu necə işləyir? Mənə biraz qəribə gəlir, həqiqətən CPR öyrənməyi oyuna çevirmək olar? Bəli. İdeya məhz budur. Təsəvvür edin ki, təlim prosesinə rəqabət, xal toplama, lider lövhələri kimi oyun elementləri əlavə olunur. Niyə? Məqsəd nədir? Məqsəd tələbələri daha çox həvəsləndirmək, prosesi daha əyləncəli etmək və nəticədə biliklərin daha yaxşı mənimsənilməsinə nail olmaqdır. Təlimatlar deyir ki, həm tibb işçiləri, həm də adi vətəndaşlar üçün təlimin bir hissəsi kimi oyunlaşdırmanı nəzərdən keçirmək olar. Hər ikisi üçün 2vs-dir. Bəs işə yarayırmı həqiqətən? Bax, burada nəticələr biraz qarışıqdır. Bəzi tədqiqatlar performansın yaxşılaşdığını göstərir, bəziləri isə çox fərq görmür. Amma tələbə cəlbi artır, bu dəqiqdir. Hətta bir məqam da var ki, bəzi rəqabətli oyunlar bəzi insanlarda, xüsusən qeyri-peşəkarlarda əlavə stres və həyəcan yarada bilər. Yəni, real hadisədəki kimi hisslər. Amma təlimi daha cəlbedici etmək üçün bir vasitə kimi, yəni potensialı var. Texnologiyadan danışmışkən, virtual reallıq, VR və artırılmış reallıq, AR, barədə nə deyilir? Bunlar artıq fantastika deyil, həyatımıza girir. Bəs reanimasiya təhsilində yeri nədir? Bax, bu çox vacib və bir qədər, necə deyim, nüanslı məsələdir. Təlimatlar VR-ın nəzəri bilikləri mənimsəmək üçün faydalı ola biləcəyini deyir. 2B VR. Yəni, məsələn, ürəyin necə işlədiyini görmək üçün? Bəli, məsələn. Prosesləri anlamaq üçün yaxşıdır. Lakin, və bax bu çox önəmlidir, sırf praktiki CPR bacarıqlarını öyrətmək üçün VR istifadəsi tövsiyə edilmir. Tövsiyə edilmir. Hətta zərərli ola biləcəyi qeyd olunur. Bu, etməyin deyən nadir, amma güclü tövsiyələrdən biridir. Tövsiyə sinfi 3, zərər, sübut səviyyəsi B, R. Ciddi. Niyə zərərli olsun ki? Araşdırmalar göstərib ki, yalnız VR ilə praktiki təlim keçənlərin bacarıqları, məsələn, manken üzərində öyrənənlərdən ya geri qalıb, ya da heç fərqlənməyib. Hətta daha narahat edici bir məqam da var. Bir neçə aydan sonra onların real həyatda CPR etməyə həvəslərinin daha az olduğu da müşahidə edilib. Çox qəribədir. Səbəbi nə ola bilər bunun? Yəqin ki, hələlik VR texnologiyası real toxunma hissini, o fiziki qarşılıqlı təsiri, mankenin müqavimətini tam əvəz edə bilmir. Bu da bacarığın tam formalaşmasına mane olur. Bəs artırılmış reallıq AR? AR bir qədər fərqlidir. O, real dünyaya virtual elementlər əlavə edir. Bilirsiniz, məsələn, AR eynəyi ilə mankenə baxanda ekranda sıxılma dərinliyi və ya tezliyi barədə məlumat görə bilərsiniz. Real zamanlı əks əlaqə üçün AR potensial olaraq nəzərdən keçirilə bilər, 2BCLD, amma burada da nəticələr hələlik qəti deyil, yəni qarışıqdır. Deməli, ümumi mesaj belədir. VR, AR bilik üçün yaxşı ola bilər, amma bacarıq təlimi üçün hələ ki ehtiyatlı olmaq lazımdır. Bəli, məhz belə. Təbii ki, texnologiya sürətlə inkişaf edir, bəlkə gələcəkdə bu tövsiyələr dəyişəcək, bunu da vurğuluyurlar.
Aydındır. Deməli, texnologiyaya ehtiyatla yanaşmaq lazımdır. Hər paralayan qızıl deyil. Bəs tədrisin dizaynı ilə bağlı başqa nələr var? Məsələn, mankenlər. Onların nə qədər realistik olması önəmlidirmi? Yəni, çox bahalı insana bənzər mankenlər daha yaxşıdır. Bu da maraqlı məqamdır. Baxın, əgər resurslar, yəni büdcə imkan verirsə, daha realistik, yəni yüksək həqiqətə uyğunluqlu, yüksək fidelity mankenlər faydalı ola bilər. Amma şərt deyil. Xeyr, təlimatlar vurğulayır ki, bu mütləq şərt deyil. Daha sadə, aşağı həqiqətə uyğunluqlu, aşağı fidelity mankenlər də effektivdir və resurslar məhdud olduqda tamamilə yetərlidir. Əsas məsələ mankenin xüsusiyyətlərinin təlimin məqsədlərinə uyğun olmasıdır. Yəni, bahalı olması onun mütləq daha yaxşı olması demək deyil. Həm də o yüksək fidelitili mankenlərin xərci çoxdur, texniki dəstək tələb edir. Aydındır. Bəs reanimasiya zamanı kömək edən o kiçik kartlar olur ya da mobil tətbiqlər, koqnitiv yardımçılar deyirlər deyəsən, onlar faydalıdırmı? Bax, burada tibb işçiləri ilə qeyri-peşəkarlar arasında çox aydın bir fərq qoyulur. Necə yəni? Tibb işçiləri üçün, bəli, bu cür yardımçılar, alqoritmlər, tətbiqlər reanimasiya zamanı faydalı ola bilər. Çünki protokollara əməl etməyə kömək edir, bəzən CPR keyfiyyətini də yaxşılaşdırır. Amma qeyri-peşəkarlar, yəni adi vətəndaşlar üçün bunlar tövsiyə edilmir. Niyə ki, kömək etməzmi onlara da? Səbəb çox ciddidir. Araşdırmalar göstərir ki, həyəcanlı anda, yəni real hadisə zamanı telefonda tətbiq axtarmaq və ya cibindən kart çıxarıb ona baxmaq, vaxt itkisidir. Bəli. Təcili yardım çağırmaq və dərhal döş qəfəsi sıxılmalarına başlamaq kimi ən vacib ilk addımlarda qiymətli saniyələrin itirilməsinə səbəb olur. Bu gecikmə isə bilirsiniz ki, ölümcül ola bilər. Bu çox vacib bir fərqdir, həqiqətən də. Deməli, adi vətəndaş üçün əsas məsələ dərhal hərəkətə keçməkdir, telefonda nəsə axtarmaq yox. Tamamilə. İlk yardım çağır, sonra sıxılmalara başla. Anladım. Bəs tədrisin strukturu ilə bağlı başqa məqamlar, məsələn, bacarıqları addım-addım öyrətmək ya da təlimdən sonra müzakirələr olur, debriefing, onları necə aparmaq lazımdır? Bəli, təlimatlar strukturlaşdırılmış yanaşmaların faydalı ola biləcəyini qeyd edir. Məsələn, bacarıqları müəyyən addımlarla öyrətmək, göstər, izah et, təqlid et, sərbəst icra et kimi bu cür metodlar var. Məsələn, Peytonun 4 addımlı metodu, 2BCLD. Nəticələr performans baxımından qarışıq olsa da, tələbələrin bu cür addım-addım yanaşmanı daha çox bəyəndiyi müşahidə edilib. Bəs o debriefing, yəni təlim sonrası müzakirə? Orada da maraqlı bir tövsiyə var. Təlimatçının reanimasiya təhsili zamanı debriefing üçün əvvəlcədən hazırlanmış planlardan, yəni skriptlərdən istifadə etməsi məqsədə uyğun sayıla bilər. 2BCLD. Skript, yəni əzbərlənmiş mətn kimi? Tam elə yox, daha çox bir struktur, plan kimi. Bu, müzakirələri standartlaşdırmağa kömək edir, xüsusən təcrübəsiz təlimatçılar üçün faydalıdır. Və bəzi araşdırmalar göstərir ki, komanda liderliyi, bilik mənimsəmə, bəzən hətta CPR keyfiyyəti kimi nəticələri yaxşılaşdıra bilər. Maraqlıdır. Bəs təlimin harada keçirilməsi? Həmişə sinif otağında, manken üzərində olmalıdır. Heç də yox. Bax, bu da çox önəmli bir məqamdır. Yerində təlim, in situ training deyilən bir anlayış var. Yəni, real iş yerində. Bəli, təlimin birbaşa real kliniki mühitdə, xəstəxana palatası, təcili yardım maşını, əməliyyat otağı və s. keçirilməsidir. Təlimatçılar bunu çox dəstəkləyir. Həm ənənəvi təlimə əlavə olaraq 2A-CLD, hətta potensial olaraq onun əvəzinə 2B-BR keçirilməsi məqsədə uyğun hesab edilir. Bunun nə üstünlüyü var ki? Çox üstünlüyü var. Komanda performansını yaxşılaşdırır, kritik tapşırıqlara sərf olunan vaxtı uzaldır və ən əsası insanları real şəraitə, real stresə daha yaxşı hazırlayır. Bəzi araşdırmalar hətta göstərir ki, yerində təlimin də daxil olduğu kompleks tədbirlər sonda xəstələrin nəticələrini, yəni sağ qalma, nevroloji vəziyyət kimi yaxşılaşdırır. Bu, həqiqətən güclü bir yanaşma kimi səslənir. Bəs qarışıq tədris, yəni onlayn hissəsi də olan, üz-üzə hissəsi də olan təlimlər, blended learning. Bu da nəzərdən keçirilə bilən bir variantdır.
Bilik və bacarıqların əldə edilməsi baxımından nəticələr ənənəvi təlimlə müqayisədə bir mənalı deyil, bəzən eyni, bəzən fərqli olur. Amma biliklərin yadda saxlanması, yəni qorunması oxşardır. Tələbə məmnuniyyəti dəyişkəndir. Kimisi bəyənir, kimisi yox. Amma uzun müddətli perspektivdə xərclərə qənaət potensialı var, bu da önəmlidir. Və əlbəttə, bütün bunların mərkəzində təlimatçı dayanır. Onların öz hazırlığı bu nə dərəcədə vacibdir? Həddindən artıq vacibdir. Təlimatlar təlimatçıların ilkin hazırlıq keçməsini ən güclü tövsiyə səviyyəsində 1BR irəli sürür və onların bacarıqlarını daim təkmilləşdirmək üçün davamlı inkişaf proqramlarının olmasını da məqsədə uyğun hesab edir. 2ABR. Yaxşı təlimatçı həqiqətən də təlimin keyfiyyətini kökündən dəyişə bilər. Onların öz bacarıqları, inamı, qiymətləndirmə dəqiqliyi hamısı təlimin nəticəsinə təsir edir. Lap yaxşı. İndiyə qədər əsasən necə tədris etməkdən danışdıq. Metodlar, vasitələr, zamanlama, məkan. İndi isə gəlin fokusumuzu biraz dəyişək. Gəlin kimə tədris etdiyimizə, yəni təlim alan şəxsin özünə baxaq. Burada hansı fərdi amillər, hansı çətinliklər, hansı bərabərsizliklər var? Bax, bu həqiqətən də çox mühüm bir aspektdir və təlimatlar təhsildəki bərabərsizliklər mövzusuna xüsusi diqqət yetirir. Bu çox həssas, amma vacib bir məsələdir. Nə deyilir konkret olaraq? Mənbədə göstərilən araşdırmalara əsaslanaraq, təlimatlar çox aydın şəkildə deyir ki, bəzi statistik məlumatlara görə, məsələn, ABŞ kontekstində, qara və hispanik latın mənşəli əhalinin yaşadığı və ya aşağı sosial-iqtisadi statuslu SES insanların cəmləşdiyi məhəllələrdə İnsanların həm CPR alma ehtimalı, həm də CPR təlimi görmə ehtimalı daha aşağıdır. Bu çox ciddi bir problemdir. Bəli, həyati nəticələri olan bir problemdir. Buna görə də təlimatlar məhz bu qruplara yönəlmiş, onların mədəni və dil xüsusiyyətlərinə uyğunlaşdırılmış təlim və məlumatlandırma kampaniyalarını güclü şəkildə tövsiyə edir. Hər üçü üçün bir BNR, yəni standart bir təlim hamı üçün eyni dərəcədə effektiv olmaya bilər. Bəs qadınlarla bağlı məsələ, orada da maneələr var deyəsən. Bəli, eyni güclü tövsiyə qadınlara CPR tətbiqindəki maneələrin aradan qaldırılmasına da aiddir. Mənbə qeyd edir ki, araşdırmalar göstərir ki, bəzən insanlarda, xüsusən kişilərdə, ictimai yerdə qadına toxunmaqdan çəkinmə, nalayiq hərəkət kimi anlaşılma qorxusu və ya ona zərər vermə qorxusu kimi maneələr olur. Hə, bu barədə eşitmişdim. Bu maneələri təhsil və məlumatlandırma yolu ilə aradan qaldırmaq lazımdır. Həmçinin dil bariyerlərini nəzərə alaraq müxtəlif dillərdə materialların əlçatanlığının artırılması və az təminatlı insanlar üçün daha sərfəli, təhlükəsiz təlim metodlarının nəzərdən keçirilməsi də vacibdir. Yəni əsas məqsəd hər kəsin bərabər şəkildə bu həyati bacarıqlara yiyələnməsini təmin etməkdir. Tamamilə. Bir daha vurğulayım ki, bu tövsiyələr mənbədəki faktlara əsaslanır və məqsəd bu aşkar edilmiş bərabərsizlikləri aradan qaldırmaq üçün konkret addımlar atmaqdır. Neytral şəkildə çatdırırıq ki, problem var və həlli üçün bunlar təklif olunur. Aydındır. Bəs uşaqlar, məktəblilər, hansı yaşdan etibarən CPR öyrənmək mənalıdır və effektivdir? Təlimlər deyir ki, orta və yuxarı sinif şagirdlərinə, yəni təxminən 12 yaş və yuxarı uşaqlara yüksək keyfiyyətli CPR təlimi keçmək tövsiyə olunur. 1. BNR. Niyə məhz 12 yaş? Səbəb odur ki, tədqiqatlar göstərir ki, bu yaşda uşaqlar artıq fiziki olaraq effektiv döş qəfəsi sıxılmaları və ventilyasiya üçün lazımi gücə və koordinasiyaya malik olurlar. Yəni, həqiqətən də effektiv yardım göstərə bilirlər. Bəs daha kiçik uşaqlar, onlara heç nə öyrətmək olmaz? Olar, əlbəttə olar. 12 yaşdan kiçik uşaqlarda CPR təliminə başlamaq isə sonrakı illərdə həvəsi və özünə inamı artırmaq üçün tövsiyə edilir. Bir CLD. Yəni, onlara bu yaşda bəlkə də tam effektiv sıxılma etməyi yox, amma təcili yardım çağırmanın vacibliyini, CPR-ın nə olduğunu, niyə önəmli olduğunu anlamağı öyrətmək olar. Bu bir növ təməl qoymaqdır. Hə, yəni qorxmasınlar, məlumatlı olsunlar və böyüyəndə real vəziyyətlə qarşılaşsalar reaksiya verməyə daha hazır olsunlar. Məhz elə, gələcəyə hazırlıqdır bu. Anladım. Bəs ümumiyyətlə insanların, xüsusən də qeyri-peşəkarların
Kiməsə CPR etməyə nə dərəcədə istəkli olması. Çox adam bilir, amma hadisə anında çəkinir, donub qalır. Təlim bunu artırmaq üçün nə təklif edir? Çox doğru vurğuladınız. Bu istəklilik məsələsi çox vacibdir. Təkcə bilmək kifayət deyil, həm də hərəkətə keçməyə psixoloji cəhətdən hazır olmaq lazımdır. Təlimatlar deyir ki, insanları daha istəkli etmək üçün bir neçə yol var və bunlar məqsədə uyğun hesab edilir. 2A, C, LD. Məsələn, daha çox insana CPR təlimi keçmək, kütləvi məlumatlandırma kampaniyaları aparmaq, yalnız əllərlə CPR-ı, hands-only CPR-ı təbliğ etmək. Çünki bəziləri ağızdan ağza nəfəs verməkdən çəkinir. Bu isə daha sadədir və hətta təcili hadisələr barədə xəbərdarlıq edən mobil tətbiqlərdən istifadə etmək. Bu tətbiqlər yaxınlıqdakı hadisə barədə təlimli insanlara xəbər verə bilir. bəs o psixoloji maneələr? Qorxu, çəkinmə. Bəli, onlarla da işləmək lazımdır. Təlimlərdə potensial maneələrdən də açıq danışmaq faydalıdır. Bunlar həm fiziki maneələr ola bilər, məsələn, qan görmək, qusuntu ilə qarşılaşmaq ehtimalı, həm də emosional maneələr. Panika hissi, bacaramaram düşüncəsi, qurbana zərər vermə qorxusu kimi. Yəni, bu qorxuları normal qəbul edib, onlara hazır olmaq. Bəli, bu maneələri əvvəlcədən müzakirə etmək, həll yollarını göstərmək insanları psixoloji cəhətdən daha hazırlıqlı edə bilər. Əlbəttə, başqa faktorlar da var. Məsələn, əvvəllər təlim keçmiş olmaq və ya qurbanı tanımaq, qohum olmaq kimi amillər də istəyi artıran faktorlardır. Aydındır. Demək olar ki, əsas məqamları əhatə etdik. Bəlkə peşəkar dinləyicilərimiz üçün çox qısa olaraq ACLS və EMS təcrübəsi ilə bağlı tövsiyələrə də toxunaq. Çox qısa. 2ACLD köhnə tədqiqatlar bunun xəstəxana daxili ürək dayanması zamanı spontan qan dövranının bərpası, AROS-C və sağ qalma ilə əlaqəli olduğunu göstərib. Bəzi təcili yardım işçiləri EMS Onlar üçün maraqlı bir tövsiyə var. Təcili tibbi yardım EMS sistemləri üçün tövsiyə olunur ki, öz klinik personalının nə qədər tez-tez reanimasiya hadisələri ilə qarşılaşdığını izləsinlər 2ACLD. Niyə? Çünki araşdırmalar göstərir ki, daha çox hadisə ilə qarşılaşma və xüsusən də son zamanlarda, məsələn son 6 ayda hadisə ilə qarşılaşma AROS-C və sağ qalma ilə daha çox əlaqəlidir, nəinki ümumi iş təcrübəsi, yəni illərlə işləmək. Çox maraqlıdır. Deməli, təcrübənin təzə olması, bacarıqların paslanmaması önəmlidir. Bəli, belə çıxır. Çox sağ olun. Bütün bu yenilikləri, tövsiyələri, metodları nəzərdən keçirdikdən sonra aydın olur ki, elm daim inkişaf edir, amma hələ də cavabını tam bilmədiyimiz suallar var. Gələcəkdə tədqiqatlar hansı istiqamətlərə yönəlməlidir? Mənbədə hansı əsas bilik boşluqları qeyd olunur? Bəli, boşluqlar var əlbəttə. Əsas bilik boşluqlarından bəziləri bunlardır. Birincisi, təhsil strategiyalarının birbaşa xəstə sağ qalması kimi klinik nəticələrə təsirini sübut etmək hələ də çox çətindir. Yəni, təlim yaxşıdır, amma bu neçə həyat qurtarır. Bu əlaqəni qurmaq çətindir. İkincisi, VR, AR, oyunlaşdırma kimi yeni texnologiyaların real xərc effektivliyi tam aydın deyil. Yəni, bəlkə çox bahalıdırlar, amma verdikləri fayda xərcə dəyirmi? Üçüncüsü, fərqli tədqiqatların nəticələrini standartlaşdırmaq və müqayisə etmək çətindir. Çünki metodologiyalar çox fərqli olur. Dördüncüsü, müxtəlif tədris metodlarını kombinasiya etdikdə nəticə necə olur? Məsələn, fasiləli tədrislə RCDP-ni birləşdirsək. Və beşincisi, təlimlərin uzun müddətli təsiri necə ölçülməlidir? 6 ay sonra yox, 2 il sonra nə olur? Bunlar həqiqətən də cavab tələb edən suallardır. Bəli, və bütün bunlar bizi əsas suala gətirir. Təhsil sahəsindəki tədqiqatları necə daha etibarlı və təsirli edə bilərik? Klinik tədqiqatlardakı o sərt standartları, məsələn, GRADE kimi, bura tətbiq etmək asan deyil. Çünki təhsildə çoxlu dəyişən var. Hansı tədris metodlarının həqiqətən də real həyatda fərq yaratdığını daha dəqiq anlaya bilək. Beləliklə, bugünkü dərin təhlilimizin əsas mesajını yekunlaşdırsaq, deyə bilərik ki, reanimasiya təhsili dayanmadan inkişaf edir. Əsas tendensiyalar daha effektiv, interaktiv və davamlı öyrənmə metodlarına keçid. Bəli, texnologiyadan ağıllı istifadə, amma ehtiyatla.
Və ən əsası təlimi hər kəs üçün əlçatan etmək. Yəni, fərqli qrupların ehtiyaclarını və qarşılaşdıqları maneələri nəzərə almaq, bərabərlik məsələsi çox önə çıxır. Tamamilə doğrudur. Və son olaraq sizi biraz düşünməyə vadar edəcək bir fikir, əgər icazə versəniz. Əlbəttə, buyurun. Təlimatlarda VR və AR kimi texnologiyaların potensialından danışdıq, düzdür? Amma hələlik məhdudiyyətləri var. Bəs təsəvvür edir ki, gələcəkdə CPR təlimi zamanı sizin fərdi səhvlərinizə, öyrənmə sürətinizə və ehtiyaclarınıza real vaxtda uyğunlaşan, tamamilə fərdiləşdirilmiş, süni intellektə əsaslanan bir məşqçiniz olsa necə? Wow, yəni hər kəs üçün özəl müəllim kimi? Bəli. Sizcə, bu cür bir texnologiya həyat qurtarma bacarıqlarımızı öyrənmə və tətbiq etmə tərzimizi kökündən necə dəyişə bilər? Bu, hələlik gələcəyə baxışdır. Mənbədə birbaşa belə yazılmayıb, amma texnologiyanın inkişafını nəzərə alsaq, təhsilin hara gedə biləcəyi haqqında çox maraqlı suallar yaradır. Həqiqətən də düşündürücüdür. Gələcəkdə bizi nələr gözləyir, görəsən? Bu dərin təhlildə bizə qoşulduğunuz üçün çox təşəkkür edirik. Ümid edirik ki, faydalı oldu.